Elhamdülillahi vahdə və salatu və selamu alə mən la nəbiyyə ba'də. Əksər alimlər Şaban ayının son günlərini 1 və ya 2 gün Ramazan ayına qalmış oruç tutmağı məşruh görürlər. O hədisə görə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Ramazanı 1 və ya 2 gün oruç tutmalı qabaqlamayın. Yalnız o kəs istisnadır ki, onun tutmalı orucu var. O orucunu tutsun. Onun tutmalı orucu var dedikdə burada vacib oruclardan söhbət gedir. Məsələn, keçən ildən onun orucu qalıb, çatdıra bilməyib, Şabanın son günlərinə qalıb vaxtı onları tutur. Və yaxud kəffarəsi var, o orucları tutur. Bunun qadağan olma səbəblərini də alimlər 3 cəhətdən açıqlayırlar. Birincisi odur ki, Ramazan ayının orucunu artırmamaq səbəbilə. Çünki Ramazan ayı girmədən Ramazan ayı niyyəti ilə oruç tutmaq haramdır. Bu artıq Ramazan ayı deyil. Şaban ayıdır. Şaban ayı bitməlidir. Ondan sonra Ramazan ayı başlandığı gündən oruç tutmaq lazımdır Ramazan niyyəti ilə. Bu ehtiyat baxımından da birincisi ki, Ramazan ayının, Şaban ayının orucu bir-birinə qarışmasın. Necə ki, bayram günü, Ramazanın bayram günü oruç tutulmadığı kimi. Çünki bayram günü oruç tutmaq qadağandır. Necə Ammar radiyallahu anh buyurur ki, kim o gün oruç tutarsa, yəni bayram günü oruç tutarsa, artıq Əbəl-Qasimə asi olmuşdur. Əbəl-Qasim də Muhammed sallallahu aleyhi ve sellem künyəsi. Yəni Muhammed sallallahu aleyhi ve sellemə asi olmuşdur. Həmçində bu günlər şək günləridir. Yəni Şabanın son günləri şək günləri sayılır. Buna nəyə görə şək günləri deyilir? Çünki insanlar hələ bilmirlər ki, Şaban ayı bitib yoxsa yox. Çünki hicri təqvimlə ayların bitməsi və təzə ayın başlaması elə ay ilə ölçülür. Ay ilə, aya baxaraq bilinir. Bütün aylar hər biri təzə hilalın çıxmağı ilə bilinir. Bu gündə də bilinmir ki, Şaban ayının son gündür yoxsa yox. Məğrib vaxtı alimlər və yaxud da hər bir insan, hər hansısa bir insan çıxır, baxır. O gördükdə ki, hilal çıxıb, deməli Ramazan ayı gəlib. Düzdür, bizim dövrümüzdə artıq bu edilmir, amma o həmin günlərdə dəqiq bilinmədiyinə görə o günlərə şək günləri deyilir. Çünki ola bilər ki, Şaban ayı 29 gün olsun və yaxud da 30 gün olsun. Və hava buludlu ola bilər. Hilal görsənməyə bilər. Çünki hilalın görsənməsi çox az bir vaxtdır. Məğrib vaxtında çox az bir vaxtda görsənir. Əgər 29 gündürsə, artıq səhərsi gün Ramazan ayı başlayır. Ona görə həmin Şabana 1 və ya 2 gün qalmış oruç tutmaq bəyənilmir. İkinci səbəbi odur ki, bu günlərdə oruç tutmağın qadağan olmasının səbəbi odur ki, nafilə ilə fərzin arasını ayırmaq. Çünki Şaban ayında tutulan oruc nafilə orucdur. Amma Ramazan ayında tutulan oruc isə fərz orucdur, yəni vacib orucdur. Onların arasını ayırmaq. Necə bayaq da qeyd etdik, bayram günündə oruç tutmaq qadağan edildiyi kimi. Nəyə görə qadağan edilib? O da həmçinin. Çünki Ramazan ayından sonra dərhal Şəvval ayı gəlir. Şəvval ayında da nafilə oruclar var. Onların arasını ayırmaq üçün Şəvvalın biri, yəni Ramazan bayramı günü oruç tutulmur ki, ondan sonraki günlər tutulsun. Hətta fərzlə nafilənin arası ayrılsın. Və bəzi alimlər də üçüncü səbəbi qeyd ediblər ki, Ramazandan qabaq insanın bədəninin güclənməsi üçün 1 və ya 2 gün qabaq, Ramazandan qabaq orucu tərk edir. Yəni Şaban orucunu tərk edir ki, bədəni güclənsin. Bəzi alimlər buyurur ki, bu elə də güclü bir rəy deyil. Yəni bu şey üçün səbəb gətirməyə güclü bir rəy deyil. Hər bir halda demək olar, üçüncü səbəb kimi demək olar ki, alimlər qeyd edib ki, Ramazana 1-2 gün qalmış Şaban oruclarını tərk edirsən ki, bədən güclənsin. Amma əsas səbəb isə fərzlə nafiləni arasını ayırmaq və Şaban orucu ilə Ramazan orucunun arasının qarışmaması üçündür. Hər bir halda oruc böyük bir ibadətdir. Oruc ibadətinə həm Ramazanda, həm də qeyri-Ramazan aylarında da mömin diqqət etməlidir. Necə bəzi sələflər buyurub ki, dünyada oruç tut və iftarını ölüm gəldikdə elə. Dünya müttəqilər üçün bütöv bir oruc ayıdır. Çünki müttəqilər şəhvətlərdən və haramlardan ölənə qədər oruc tuturlar. Yəni nəfslərini şəhvətlərdən və haramlardan saxlayırlar. Ölüm gəldikdə isə onlara artıq onlar üçün oruc ayı bitmiş olur və iftarları onlara halal olur. Ramazan ayına gəlib yetişmək də əzəmətli bir neymətdir. Allah Subhanahu taala'dan qula verilən əzəmətli bir neymətdir. Və buna bir çox hədislər dəlalət edir. O hədislərdən də biri odur ki, 2 nəfərdən birinin şəhid olaraq cənnətə girməsi və digərinin isə yataqda olaraq cənnətə girməsidir. Talhə ibn Ubeydullah buyurur ki, 2 kişi Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gəlib İslamı qəbul etmişdi. Onlardan biri çox döyüşkən idi, çalışqan idi və o həmin döyüşkən, çalışqan olan cihadda şəhid olur. Onun dostu isə, ikinci adam isə ondan sonra 1 il yaşayır
və öz yatağında vəfat edir. Talha buyurur ki, onların ikisini də yuxuda gördüm. Cənnətin qapısındaydılar və mən də oradaydım. Və cənnət qapısından bir nəfər çıxdı. O bir il sonra vəfat edəni cənnət qapısından içəri daxil etdi. Sonra isə şəhid olana icazə verdi, o da keçdi. Mən də deyir, yaxınlaşmaq istədikdə mənə dedi ki, sən qayıt, hələ sənin vaxtın çatmayıb. Və Talha radiyallahu anhu başladı bunu insanlara danışmağa və bundan təəccüblənirdi. Və bu Peyğəmbər sallallahu aleyhi ve sellemə gəlib çatdıqda Peyğəmbər sallallahu aleyhi ve sellemə bunu danışdılar. Talhanın yuxusunu danışdılar. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, sizi təəccübləndirən nə var ki burada? Onlar dedilər ki, ya Rasulallah, birinci öz dostundan qabaq ölən şəhid olmuşdu. Mücahid idi. Döyüşərək şəhid olmuşdu. Amma ondan sonra isə öz yatağında ölmüşdü. Amma şəhid ondan sonra daxil oldu. Öz yatağında ölən ilk öncə cənnətə daxil olur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, məgər o şəhid yoldaşından sonra bir il yaşamadı mı? Onlar dedi ki, bəli ya Rasulallah. Məgər deyir o Ramazana yetişmədi mi? Onlar dedi ki, bəli ya Rasulallah. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem ona əməllərini sayır. Məgər o namazlar qılmadı mı? Hətta bir hədisdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, o 1800 dənə namaz qılmadı mı? Onlar dedi ki, bəli ya Rasulallah. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, məhz onun bir il yaşaması öz dostu ilə onun arasında göylər və yerlər qədər fərq olduğunu göstərir. Çünki insan ömrü uzandıqca salih əməllər üzərində savabı daha çox artır. Və burada da Ramazanın fəziləti görsənir ki, həmin insan Ramazana yetişdi və Ramazan orucunu tutandan sonra vəfat etdi. Amma şəhid olan dostu isə yetişməmişdi Ramazana. Ona görə ibadətlər insan üçün böyük nemətdir. O ibadətlərdən də biri olan oruc neməti Allah Subhanahu taalanın qul üçün verdiyi böyük bir əzəmətli nemətdir. Və Şaban ayından sonra da Ramazan ayı gəlir. Ramazan ayına diqqət yetirmək lazımdır. O ayı istiğfarla, tövbə ilə bağışlanmaqla girmək lazımdır günahlardan. Və kim Ramazan ayından məhrum olunarsa artıq həqiqi məhrum odur. Kim onun xeyrindən məhrum olunarsa həqiqi məhrum olunmuş odur. Və kim bu ay üçün ayrılmazsa ibadətdən uzaqlaşarsa və o qınanmağa layiq olan insandır. Ona görə şair buyurur ki, Ətə Ramazanu məzra'atul ibadi litathhiril qulubi minəl fəsadi فأدي حقوقه قولا وفعلا وزادك فاتخذه للمعاد فمن زرع الهبوب وما سقاها تأوه نادما يوم الحساد Qəlbləri fəsaddan təmizləyən, qulların əkin yeri olan Ramazan ayı gəldi. Söz və əməldə haqqını əda etsən, axirət üçün payını götürərsən. Sulamadığın əkinlərdə toxumlar əksən, səmərə günündə peşman olub ah nalə çəkərsən. Subhanəkallahumma bihamdik, əşhədu an la ilahe illə ənt, əstəğfiruke və etûbü ileyk.